Salam Yasin müəllim. Salam. Xoş gəlmisiniz. Təşəkkür edirik Çox sağ dəvətimizi olun. qəbul etdiyiniz üçün. Yasin müəllim, mən sualımı sizin lap belə deyək də doğulduğunuz illərdən başlamaq istəyirəm. Çox qəribə və maraqlı bir taleyinizin başlanğıcı olubdu. Atanız müharibəyə gedir, yaralanır, gəlir Bəli. və dünyasını dəyişir. 2 ay sonra, may ayının 2 ay sonra siz dünyaya gəlirsiniz və bibiniz Nabat xanım sizin təvəllüdünüzü... Atamın bibisi olub o. Hə, Nabat xanım sizin təvəllüdünüzü atanızın ölüm gününə yazdırır, Bəli. düzdür? Çox əslində qəribə bir taleydir ki, bəlkə də dünyada çox nadir olan bir taleydir ki, öz doğum günü atasının ölüm gününə yazılır. Ümumiyyətlə, uşaqlıq illərinizi, yeniyetməli illərinizi necə xatırlayırsınız? Deyim də, uşaqlıq illərim, belə uşaqlar necə olub, balaca yaşlarında, 7 yaşda, 8 yaşda, həmin həyatı mən də yaşamışam. O dediyiniz kimi ata üzü görmədim, yəni atamın ölümündən 2 ay sonra mən dünyaya gəlmişəm və atam məndən əvvəl uşaq olub, o uşağın adını Vaqif qoymuş. Daha çox üzr istəyirəm, anam hamilə olanda deyib bu da oğlan olacaq, onun da adını Vaqif qoyarsın. Elə mən doğulandan sonra anam Vaqif deyə çağırıb məni, haradasa 7-ci sinifə qədər. Sonra atamın dünyasını dəyişəndən sonra anam ikinci ailə həyatı qurub və mənim onda 4 yaşım olub, uşaq olmuşam. Başqa bir kəndə gəldik, o doğulduğumuz kənddən, Dəllər Cırdaxan deyilən bir kənd var, oradan Qapanlı kəndinə. O kənddə məşhur kənddir, yəni qədim kənddir. O kənddə İsrafil Məmmədov kimi ilk Sovet İttifaqı qəhrəmanı, bir oğul böyüyüb, yetişib, sonra Gəncəyə köçübdür. Aşıq Hüseyin Şəmkirli, yəni klassik aşıqlarımızdan olan. Sonra belə ziyalılar elə indi də çoxdur. Hətta mənimlə bir sinifdə oxuyan sinif yoldaşım, yəni 7-liyə qədər oxuduğum Vidadi Məmmədov vardı ki, yəni Milli Məclisin üzvü oldu. Sonra indi deyəsən səhhətinə bağlı biraz aralaşıbdır siyasətdən. Belə. O incə sənətə meyliyim, nə bilim nə, o qədər suallar verilibdir ki, bu yaşadığım bu illər ərzində, nə bilim, sadalasam bəlkə də 50 dəfə, 100 dəfə eyni sual və eyni cavablar, amma çalışacağım ki, eyni cavab olmasın. Başqa səmtə yönəldərik. Əvvəla deyim ki, uşaq vaxtdan mənim aktyorluğu deməzdim. Mənim oxumağa, mahnı oxumağa, belə aşıq havaları, qoşmalar oxumağa çox böyük həvəsim olub və bundan da kənd cəmaatı həmişə istifadə edibdir. Kənddə bir toy, bir yığıncaq olanda, bir nə bilim, bir tədbir, belə bir dövlət tədbiri olanda, bir iclas olanda, bilirdilər ki, o balaca Yasin, onun səsi var. Bıraxırdılar, çıxırdım, oxuyurdum. Xoşunuza gəlirdi, hə? Və orta məktəbdə də, yəni məktəbdə olan konsertləri zaten elə bir böyük bir rejissor ki, mənə tapşırırdılar. Yəni konsertdə təşkil edirdim. Belə də indi o devrim üçün, o ağlım üçün elə konsertlər təşkil olunurdu. Və bunu çox demişəm, indi deyim çünki əsasıdır bu. Belə kənd şənliklərinin birində ümumiyyətlə biz tərəfin adamları, aşıqları çox sevirlər. Gürcüstan aşıqları, Tovuz aşıqları, Qazaq aşıqları, Gədəbəy aşıqları, Şəmkirin özünün aşıqları bizim toyların həmişə bəzəyi olub və ən məşhur bugün klassik sayılan aşıqlar gəlirdilər bizim toylara. Bir günləri bir toyda gördüm ağsaqqallardan biri yapışdı, tutdu məni, qaçma. Gətirdilər məni mağara deyirik də, toyxana. Deməli, Mikail Azaplı, rəhməti klassik bizim aşığımız çox gözəl, belə qaməti var idi. Mən çox sevirdim o aşığı, çünki atamın adı Mikail olduğuna görə ata üzü görməyən
o toylarda oxuyanda belə həsədlə baxırdım ona. Gümüşlü belə saçları vardı və dedilər ki, ustad icazə ver bu uşaq oxusun. Mən düzü oxuya bilmədim. Utandım, nitqim tutuldu, gördüm böyük insanı. Onu qoşmalarından bir bənd dedim və alnımdan öpdü. Bu elə bir ki, mənim sənətə gəlişimin, yol deməzdim, cığırımın ilk addımları buradan başladı. Başlanğıc. Sonra 7-ci sinifi bitirəndə o devr Pambıq rayonlarına, ətraf rayonlardan, texnikumlardan, peşə məktəblərindən köməyə gəlirdilər, institutlardan. Daşkəsən rayonundan, deməli, bir fəhlə gənclər deyim də, məktəbi gəlmişdi, sənət məktəbi. Gəlib Pambıqda kömək edirlər. Mən bunlarla dostluq elədim. O uşaqlarla, o müəllimlərlə, o ustalar deyirlər, ustalarla. Və belə qərara gəldim ki, mən bunlarla gedim, sənət öyrənim. Orada da müxtəlif sənətlər vardı. Ev tikməyi, subaq çəkməyi, nə bilim, dülgərliyi, nəsə gedim də. O vaxt ki, ağlım belə kəsirdi. Mən qoşuldum, bunlarla getdim Daşkəsənə 2 il. Deməli, Daşkəsəndə. Təbii ki, hava şəraiti bizim rayondan çox fərqli idi. Orası soyuq olan bir yer. Mən də uşaq, cılız, 7-ci sinifi təzə bitirən 14 yaşında. Və orada öz fəaliyyətə başladım getməyə. Öz fəaliyyət dərnəyinə üzv oldum, gedirdim və axşam məktəbinə də təhsilimi davam edirdim. 7-ni qutarmışam, 8-9 oxudum orada 2 il. Bu illər ərzində, deməli, texniki peşə məktəbləri üçün 3-cü Respublika festivalı keçirilirdi. Deməli, Azərbaycanın bu bütün bölgələrində olan, bu sənət məktəblərində olan, istedadı olan uşaqlar yoxlanılırdı. Burada şeir deyən, nə bilim, aktyorluq eləyən, mahnı oxuyan, musiqi ilə məşğul olan və mən də yazdılar ora. Mən mahnı oxudum. Mahnı oxudum və elə bir ki, o birinci turdan keçdim. İkinci tur Gəncədə olmalıydı. Oradan göndərdilər Gəncəyə. Orada, nə bilim, ətraf rayonların bu texniki peşə məktəbi şagirdləri hamısı gəliblər. Oxuyan kim, oynayan kim, hərə bir oqqadan çıxırdı. Mən mahnımı oxudum. O vaxtı, deməli, Muğana Ceyran mahnısı çox dəbdə idi və Səməd Vurğunun yazdığı rəhməti. Mən bu mahnını oxudum, Muğana Ceyran. Mahnısını oxudum və bəyəndirir. Ondan əlavə də dərnəyə gedirdim. Orada başqa mahnılar da var. Qonşu qız, şoför oğlan, belə mahnılar vardı. Nazdana, nazdana. Bu mahnılar dəqiq yadımdadır. Gəncədə mən artıq 2-ci turdan da keçdim. İndi 3-cü tur Moskvada. Moskva nə idi? Bakıda olmalıydı. 3-cü tura gəldik. Mart ayının əvvəlləri idi. Bizi gətirdilər Bakıya. İndi kimi yadımdadır bu. İnstitut yoxdur, Kommunist küçəsində. Elmlər Akademiyasında bir ara yer var. Avtobus orada dayandı, gecə idi, görməmişdim mən. Bakının səhər durdum, avtobusda yatmışdıq. Sonra bizi apardılar, texniki peşə məktəblərinin mədəniyyət evi vardı. Aziyə yaxın, belə bir yer vardı, indi köçdü. Sonra bizim tədris teatrı oldu ora, nəsə. O vaxt oraydı. Bir ay biz burada məşqlər və tamaşalar, Bakının müəyyən yerlərində, rayonlara göndərdilər. O mədəniyyət evi, bu mədəniyyət evi, küçədə də, hətta yadımdadır ki, dram teatrının qarşısında o Füzuli hekayəsinə yaxın, orada da böyük bir konsert oldu və mart ayının 22-si o yadımdadır ki, opera və balet teatrında mən sola oxudum Nazdana, Nazdana mahnısını. Salon dolu idi, balaca uşaq, Yasin Qarayev çıxdı, ansambl başladı. Necə oxudum, o yadımda deyil. Necə təsir bağışladı, o da yadımda.
o yadımdadır ki, hamı əl çalır mənə. Almışlayır. Niyə əl çalırlar? Bax, onu bu vaxta qədər elə fikirləşirəm. Hərdən biraz özüm üçün belə analiz edirəm. Rus demiş, nə deməli bu xoşlarına gəlmişdi. Əvvəla o nazlana mahnısında nəsə notda olmayan şeyləri mən eləmişəm. Bəyənilən bir boğazlar istifadə eləmişəm. Və bir də o bir devirdi ki, İslam Rızayev, Zeynəb xanlarava, Zeynəb xanlarava bir azadlıq gətirdi səhnə ilə salon arasına. Yəni o devrə qədər yadımdadır ki, bizim böyük Bülbül belə oxuyurdu. Həm Şövkət xanım belə oxuyurdu. O bizim də yəni səhnədə hərəkətlər məhdud idi o dövrlərdə. Mən bunları bilməmişəm, belə eləmişəm. Dur gəlin, belə oxumuşam. Hərəkət eləmişəm. Uşaq bu hərəkətlər inanın ki, salon belə dayanə 10 dəqiqə çalır. 3-cü dərəcəli deməli diplom verdilər mənə, bu yadımdadır. Mənim deməli bu sənətə gəlməyimin bir qığılcımı da buradan başladı. Mən aktyor olmaq heç ağlıma gəlmirdi. Elə mən də o yəni oxumaqla, ifaçılıqla gəlirsiniz, amma o sahəyə getmirsiniz, aktyorluq sahəsinə. Atam müəllim olub, hansı kənddəki deməli doğulmuşam, o kəndin məktəb müdiri olubdu. Yəni bu yaxın vaxtlara qədər onun şagirdləri, o dərs dediyi uşaqlar, hətta müharib müdiri olanlar olub. Müəyyən məktəblər var ki, orada rus dilli məktəblər var. Oranın müdirləri zat mənim atamın şagirdləri olub və həmişə görəndə də ehtiramla yad edirlər atamın ruhunu. Çox sağ olsunlar. Və anamın həmişə arzusu idi ki, mən müəllim olum. Yəni, atam müəllim olub, mən də müəllim olum. Düzü sevirdim. Müəllimlik gözəl peşə idi. Ümumiyyətlə peşələrin ən gözəli, mən müəllim peşəsini sayıram, çox yaxşı peşədir. Onu da deyim ki, orta məktəbdə yaxşı oxumuşdum mən. Yəni, Daşkəsənə getdim, 8-9 oxudum. 10-cu sinifi təzdən qayıtdım, o doğulduğum kəndə. Doğulduğum kənddə elə bir ki, axşam məktəbi var idi. Və mən istəyirdim ki, atestat alım, gəlim Bakıya. Axı, Bakını gördüm, Nazdan oxudum axı. Bakı qəşəng idi axı, bura gəlmək lazım idi. Mən mütləq Bakıya gəlməli idim, öz ağlımla. Buradasa mən 10-cu sinif oxumalıyam, amma təzə qərarla, deməli, 11 illik olub məktəblər. Deməli, mən 10 oxumalıyam, təzdən 11 oxumalıyam. Belə bir kənd adamlarıdır, nə bilim, o atamın şagirdləri, orada indi dərs deyirlər. Onlar belə məsləhət elədilər ki, bu yaxşı oxuyur. Bəlkə 10-cu sinif imtahanlarını verəsən, keçəsən 11-ə. Elə də elədilər. Deməli, imtahan qurdular mənim üçün. Mən 10 illik imtahanı verdim, mən keçirlər 11-ci sinifə. 11-i oxudum, atestatı aldım, gəldim. Anamın arzusu ilə müəllim olmaq üçün sənədlərimi verdim xarici dillər institutuna. O vaxt institut idi və axşam fakültəsi idi. Çünki qalmağa yeri yox. Mən getdim Keşlə ət kombinatı vardı. Orada da bir uçuruş vardı. Orada özümü saldım. Çünki havaya yemək verirlər, orada paltar verirlər. Yatmağa yer var və mənim imkan var. Harası hansısa ali məktəbə daxil oldum. İmtahanları verdim, qəbul oldum. Deyim ki, yaxşı oxuyurdum. Belə çətinliyim yoxdur. Bir çətinliyim dil məsələsi. Niyə? Bu 7, 8, 9, 11 oxudum. Bu illər ərzində. Bəzisində Alman dili idi, bəzisində fransız dili idi, bəzisində İngiliz. Aləm qarışmışdı bir-birinə. Demək olar ki, burada mənə kömək elədilər. Siz 3-cü kursda yarımçıq qoyursunuz, səhv eləmirəmsə.
3-cü kursa qədər mənim anamın elə bir əmsi oldu. Əmzadə deyirlər də rayonda. Çox məşhur bir professor. Orta məktəb dərsliklərinin çoxsunu o yazıb. Oruç Musayev. 9-cu sinif və müəllimlərə kömək. 94 yaşında dünyasını dəyişdi. Elə dayı deyirdi. Onu elə bir ki, anamla əmzadə idilər. Onun köməyi. Amma o gördü ki, mən yaxşı oxuyuram. Yəqin ki, o dildə kömək eləyib də. Dedi, öyrənəcək. 3-cü kursa qədər oxudum. Deməli, bizim bir qrammatikadan dərs deyən müəllimimiz vardı. Rafiq Sadıqov. Rafiq Sadıqov qəşəng oğlandı, uca boylu, qıvırcıq saçlı, belə barxdı, belə səs varmında, belə gözəl. İngilis dilinin qrammatikasını dərs deyir bizə. Bu nəsə hiss eləmişdi ki, mənim teatra həvəsim var. Tənəffüsdə mənimlə bir söhbət elədi. Dedi ki, mənə belə gəlir ki, sən burada müvəqqətisən. Dedim, niyə Rafiməm? Dedi ki, sən desən belə teatra, incə sənətə meyillisən. Dedim, çox istəyirəm, dərnəklərə gedirəm. Xalq teatrlarına. Damlığa satirik xalq teatrı vardı, Qafar Həqqı vardı, əməkdar artist. O rəhbərlik eləyirdi. Ondan qabaq Ağadadaş Qurbanov olmuşdu. Orada getmişdi dəmir yoluna, belə. Yəni, gedirəm dərnəklərə. Sonra tibb işçiləri mədəniyyət evində Fazil Bayramov vardı. Yaxşı bədii qirayətçi idi. Televiziyaya hər gün çıxırdı. Bizim Telli Pənah qızı onun kursunda oxuyurdu. Kitabxanaçılıq texnikomu idi. Orada oxuyurdu və Telli Pənah qızı ilə bir tamaşada oynamışam. Yəni, dərnək yoldaşım olub. Fazil Bayramovun dərnəyində. Yəni, dərnəklərə gedirəm. Yəni, məlumatım var aktör sənətindən. Bu da yəqin çatıb da məlumat veriblər buna. Dedi, istəyirsən, sabahlar İncə Sənət İnstitutuna gəl. Mən orada oxuyuram, bilirsən, sən xəbər dedim, yox. Dedim, mən orada Rıza Təhmazipin kursunda oxuyuram. Dedim, necə ki, siz burada müəllimsiz. Deyir, bizim burada institutda dərnək vardı. Otello hazırladıq, deyir, İngilis dilində. Mən Otello'na oynadım. Boy, buxun, hər şey var bundadır, səs. Dili də gözəl bilir. Rıza Təhmasib də o münsiflər heyətinin içində olub. Deyib ki, bu oğlanı götürmək lazımdır İncə Sənətə. Götürüb İncə Sənətdə indi burada oxuyur. Bunlar yuxarı kursdadılar. Mən gəldim 2-ci mərtəbə, pəncərə açıq, yaydı, oradan baxıram, bunlar dərs keçir. Sonradan tanıdım o adamlar kimdir. Deməli, Rafi müəllim oradadır. Bizdə Rafiq Hüseynov vardı bizim teatrda, əməkdar artist. O oradadır. Hicran Hüseynov oradadır. Səməndər Rızayev oradadır, həmin kursda. Hüsnü Allah ağlımı aldı, bunları görəndən sonra. Dedim, yox, orada oxumaq nədir? Getdim, sənədlərimi götürdüm. Gəldim bura imtahan verməyə. Amma onu deyim ki, Oruç müəllim, Allah rəhmət eləsin. Buraxmırdı, çünki atasız böyümüşdüm. Belə də imkan vermirdi ki, belə köməksiz qalım. Dedi ki, Rahib Hüseynovla mənim münasibətim yaxşıdır. Gedəm mən deyərəm. Gəldik, yuxarıdaydı institutun. Deməli, indi Baksovet metrosu yoxdur. Ondan yuxarıda bir bina vardı, orada oturdular. Mən gözlədim, bu girdi içəri, söhbət elədilər, nə bilim, nəsə deyib ki, şey lazımdır, fərq imtihanları gərək bu versən də, sənət imtihanları. Əvvəla deyim ki, məni qəbul elədi. O da bəstəboy bir insanıdır, çox belə rahimə, Allah rəhmət eləsin. Betli sigaret çəkildi, sigareti çaldırdı. Gördüm belə başdan ayağa süzdü, gəldi bir fırlandı ətrafıma, o yana bu yana. Dedi ki, daima, Oruç,
Oruç, bu elə məni boydadır. Bundan nə artıq çıxacaq? Bax belə. Dedi, bu məni boydadır elə. Ha, biz şərt kəsmişik ki, aktyoruğa belə uca boylu, qamətli. Oruç müəllim də dedi ki, bir yoxlayın da var. Bu bizim nəsil hamısı belə musiqili, nə bilim nə belə şeylərlə məşğuldur. Ne yaxşı. Deməli belə deyim də, направление yazıldı, verildi. Əsas əvvəla dedi ki, qoy dram kino aktyorluğuna ikinci kursa götürük. Ya da mədəni maarifə. Dedim, yox istəmirəm. Harançıdan dedim musiqili komediya. Hiç bilmirdim valla musiqili komediya nədir. Ki oxumaq ki var. Bax, ona görə. Ayrı işlə bilmirəm. Nəyə görə? Dedim musiqili komediya aktyorluğu fakültəsi. Dedi orada musiqi savadı lazım. Oruç müəllim də kömək edir mən. Dedi ki, öyrənəcək. Bizim nəsil belədir. Heç musiqi təhsili olmayanlar qarmon çalırdı. Nə bilim nə, belə musiqi, tar çalırdı. Musiqi alətlərinin adını deyir. Dedi olsun, nə problem yazıldı. Gəldim deməli Elmira Quliyeva deməli bizim vokal kafedrasının müdürüdür. Gəldim, axtardım, tapdım. Aşağıda bir bina vardı. İndi nəsə tikiblər orada uşaqlar üçün. Restorandır nədir? Bax orada balaca bir köhnə bir bina idi. Gəldim ora. İlk qarşıma çıxan Şahlar Quliyev, xalq artisti. Allah rəhmət eləsin, dünyasını dəyişmir. Sonra onunla bir oğlan vardı, Şəmkiri idi. Bir kursdaydılar. Elmira xanım da bunların müəlliməsi. Diyorlar, vokal dərs keçirlər də. Kişinin də gözəl səsi, orada şahların səsini, oradan şahlarda gözəl səs var da, bas. Dedi, bir şey zat hazırlamısan. Dedim ki, nə hazırlamalıyım ki? Ben nə imtihan verəcəm? Dedim, nə bilim, bilmirəm ki. Elə gəlmişəm, səsimi yoxlasınlar. Dedi, yox, nəsə gərək hazırlayasın. Arşın Mallanla məndən Süleymanın ariyasını, nəlim Vəli ilə Tellinin qəşəkdə çalırlar piyanoda. Məni əməlli başda öyrətdilər. Əməlli başda öyrətdilər. Elmira xanım gəldi, mən problem göstərdim, imtihan. Dedi, nə oxuyasın? Dedim, məsələn, Süleyman mahnısını çaldı, oxudum. Bir yəqin xoşuna gəlib. O yadımdadır ki, bu göndərişin aşağısından yarı Rusça yazdı, yarı Azərbaycanda. Yazdı ki, ne etirazı? Bak öyle ya. Allah aşkına, öyle ne etirazı? O Tofiq Quliyevin gəliniydi. Səidə Quliyevanın qaynanası. Xalq artistinin Səidə Quliyev. Görüşəndə həmişə danışıram ki, çox gözəl qaynanam vardı. Həm xanım kimi çox gözəl idi, həm də çox savadlı. Yəni əlinin altında operanın oxuyanları vardı. Orada oxuyurdular, burada da müəllim edirdi. Yəni hamısı buna tabidir. Yasemin, çox yaxşı müəllimləriniz olub sizin, mən bilirəm ki. Amma bilmirəm, bəlkə mən özüm də kino sahəsini çox sevdiyimdən, orada daha çox bir imza həmişə mənim diqqətimdə olub, Rıza Təhmasib. Mən bilirəm ki, Rıza müəllim özü də Eizenstein'in tələbəsi olubdu Moskvada. Mən istəyərdim biraz ümumiyyətlə müəllimlərinizdən, o dövrdən sizi necə qarşıladılar? Təbii ki, o zaman əyalətdən gələn uşaqlara Sovet ideologiyası belə idi ki, müsbət yanaşırdılar, cəlb eləyirdilər incəsənətə, müəyyən sahələrə. Və sizin özünüzə bir ata xiffətiniz də var idi, yəni uşaqlıqdan. Necə yanaşdı bu qocaman insanlar, müəllimlər? Əvvəla deyim ki, dövlət imtahanı bizdə Arşın Mallan oldu. Və siz də bilirsiniz ki, Rıza Təhmasib ilk Arşın Mallan filminin rejissorudur. Orasını da deyim ki, Nəsibə Zeynalova bizim kursda oxuyurdu. Nəsibə Zeynalovanın 67-ci ildə 50 yaşı tamam olduğuna görə dövlət onu belə fəxri adına xalq artisti verdi və institutun rektoru belə qərara gəldi ki,
onun musiqili komediya fakültəsinə qəbul eləsin, diplom versinlər, onu müəllim kimi, yəni çatışmamazlıq var idi musiqili komediya fakültəsində, müəllim çatışmamazlığı, onu saxlasınlar. Yəni xalanı Nəsibə Zeynalov oynadı və əlini mən. Tamaşa getdi. Təbii ki, Rıza Təhmasibin əli var burada, onun yozumudur. Hər şey gözəl olmalıdır da filmi çəkən adam dünyaya car çəkib o filmlə. Nə xoşuna gəlmişdi Yasin Qarayevin orada oyunu. Çox maraqlı insan idi. Belə danışırdı. Deyirdi ki, nə qədər tamaşalara baxıb, mənim tələbəm. Teatrlarda gedirdi axı tamaşalar. Heç birinə bənzətmədi Yasin özünü. Fikir verdiniz, sual verdi, fikir verdiniz. Heç birinə nə səsini dəyişdi. Özüm kimi, onu da bilməməzlikdən eləmişəm, vallah. Özüm kimi, mən heç vaxt kimisə yamsılamaq, heç bacarmıram da yamsılamağı. O çox xoşuna gəlmişdi. Və inanın, məni elə qoruyurdu bu. Bizim bir elmi kommunizm müəllimimiz vardı. Elmi kommunizm dərs keçəndə nəsə məndən xoş gəlmə. Dedim, mən sənə qiymət yazmayacağım. Elmi kommunizmdə. Dedim, niyə yazmırsınız ki? Dərsə gələcəm hazır. Dedim, sən gəlmə. Mən yazmayacağım sənə. Elə də oldu. İmtahan vaxtı dedi, nə şərt kəsmişdik. Mən dedim, sənə qiymət yazmıyorum. Dedim, bəli, dedir. Dedi, yazmıram, çıx get. Rıza Təhmasib də jürinin münsiflər heyətinin sədridir. Qruplar gəlir, hamısı imtahan verir, gedir, jurnal orada gəlib baxır. Yasin Qarayев deyib, bu niyə qabır? Deyir ki, 2 yazıram ona. Niyə? Diyor ki, hazır gəlməyibdi də dərsimə. Elmi kommunizmi. Deyib ki, adını çəkməyəcəm. Müəllim, mən burada elmi kommunizmi hazırlamıram. Mən burada aktyor yetişdirdim. Elmi kommunizmi məktəblərində eləyərsiniz. Bura Allah haqqı. Düşdülər Rıza Təhmasibin dalınca. Dekanlar, nə bilim kimlər, müəllimlər 20-30 nəfərə bu qol çəkilməlidir, təsdiq olunsun. 3-4 dəfədən sonra gəldi, görün daha şeylər ki, razılaşırlar. Qiymətdən əvvəl and olsun nəyə deyirsiniz bizi yaradana. Qapını açdı, belə elədi. Mən də oturmuşam pilləkanda, tez dururam ayağa. Vəli, dörtbəsin dedim. Mənə 4 yazdırdı. O 2 dedi, 2 yazacağım. Bütün fənlərdən də 5 idim. Səhnə danışır Müxlis Cənizadə, Allah rəhmət eləsin. Həsən Əvluş götürdü mənlə. O vaxtı xəstə idi, yatırdı onun qardaşı. Daxili İşlər Nazirinin müavini idi. Qoymuşlar, hospitalda yatırdı. Yanına getmişdik. Dedi, səni çox incitmişəm Yasin. Halallıq aldı. Dedi, səni çox incitmişəm. Dərs başlayan kimi mən çıxırdım səhnəni, daskanı qabağına. 45 dəqiqə danlayırdı. Az qalırdı da nədir, tər axırdı məndən. 3 il dərs dedi, 3 il elə. Öz-özümə dedim, mən nə qələt elədim, attım oranı, gəl, Allah'a and olsun. O xəstəliyində dedi ki... Peşman olmuşdum. Peşman olmuşdum. Dedi ki, bizim kursda oxuyurdu Baba Mahmudoğlu, Mirzəyev, Rusif Məmmədov. Sonra qızlar vardı, Sabir vardı, Muskamediyada da işlədi. Bunların hamısına dedi ki, səsi olanlar vardı, Ziya vardı, Qaşay, muğam səsi vardı. Dedi, siz hərə öz bir yanında özünüzə yer tapacaqsınız. Filarmoniyada, toylarda, nə bilim nə. Sizdən üzr istəyirəm. Olacaqsa, mən fikirləşdim ki, aktyor bir dənə bundan ola bilər. Olacaqsa, bilmirəm, olacaq, olmayacaq. Ona görə bunu çox incitmişəm. Bunu Həsən Əvruş'a deyib, Həsən Əvruş da asistenti, imtihanı o götürdü. Adımı çəkdi, heç tanımırdı məni. Durdum ayağa, Yasin Qarayev. Bomba hekayəsi hazırlamışdım. Çıxdım, valla necə danışdım, neynədim, əsə-əsə, həyəcan keçirə. Tüm qrupa dedi ki, 5.
Dedi bunu mən yazmıram. Bunu Cənzadə deyib ki, Yasin Qarayev 5 Alayev. Yəni hamısı belə 5 ilə də özümü tərifləmirəm. Hazırlaşırdım. Bir dənə o elmi kommunizm dördü. Yasemin, ümumiyyətlə bura teatra gələndə də mən bilirəm ki, bizim yəni Milli Gənc Tamaşaçılar Teatrının çox yaxşı truppası olub. Elə indi də, əvvəldən də. Burada çox yaxşı, güclü aktyorlar fəaliyyət göstəriblər və onlardan biri də Yusif Vəliyev sizin həm qapı qonşunuz olub, həm iş yoldaşınız olubdur. Mən istəyirəm biraz Yusif müəllimdən bəhs eləyəsiniz. Çünki həm aktyor kimi böyük aktyor olub, sevən tamaşaçılar bəli onu. Həm aktyor kimi, həm qonşu kimi, insan kimi. Çünki bu gözəl idi. Mənfi heç nə tapa bilmirdim. Əziz qonşu, mehriban qonşuydu. Buradan çıxırdıq. Gecə nəvim saat neçədə, o vaxt taksi tuturduq. 3-4 nəfər yığışır. Ağaççı Kazımov, Həsən Əbloş, Yusif Vəliyev, Yasin Qarayev. Hər dəfə birimiz taksinin pulunu verdik. Bir dəfə də Ağaççı müəllim tutub taksini 9-cu mikrorayona gedir. Hamımız da qonşuyuq. Taksi soruşur ki, buradan gedim. Yoxsa bu yan yollar da müxtəlif gedir. Ağaççı mən belə, mən sənə 3 manat pul verəcəm. Hardan istəyirsən get yenə. Yusif də axdı getdi gülməkdən. Yusif müəllim böyük idi. Çox böyük idi. Çox. Mən elə aktyor heç Hollywood filmlərində də görməmişəm. Vallahi belə şişirtmək olmasın. Necə ifadə eləyə bilərsiniz onun böyüklüyünü? Yəni rola yanaşması ilə mi, insanlara yanaşması ilə mi? Allah vergisi idi onda. Allah vergisi. Prometey tamaşası oynayırıq. Prometey. Böyük stanok qurulub. O odu, alovu uğrayır, gətirir. Mətni var, deyir. Aşağıda bizim pomrejimiz vardı, köməkçi. İndi Qazax rayonunda baş rejissordur. Musa Eyyubov. Musa Eyyubov söz verir buna. İşıqlar sönür, orada zəifləyir. Belə. Bu da padvaldadır da. Orada lap qaranlıq oxuya bilmir axı. 5 dəqiqə. O 5 dəqiqəni Yusif Vəliyev üz mimikaları ilə, plastika ilə, səssiz, pantomim oyunlarla, ay Allah, nə qayırırdı, əl gedirdi. Otello tamaşasında Cem məktub yazıb. Xuraman Hacıyeva dayanıb fonoqrama səs gedir. Tamaşaçı 5 dəqiqə milçək uçsa eşidilər. Yusifin səsinin sehrinə dalırdı hamısı. Səsə əl gedirdi. Bunun da nə deyim Yusuf? Yusuf haqqında. Çox böyüydü. Çox. O elə olub ki, məsələn, deyək ki, bir piyes götürülüb. İlk oxunuş, çıtka deyirlər də, belə. İlk oxunuşda rejissor deyib ki, Yusuf, mən bu. Heç nə istəmirəm. Heç nə artırma. Bu. İlk oxunuş. Mənə bu bəsdir. Amma stol arxasında 2 ay, 4 ay məşq elədiyimiz tamaşalar da olub. Rejissorlar da olub. Hüseyin Sultanov vardı, çox sevirdi stol arxası məşqləri. Çox. Bütün sözaltı mənalar açılardı. Ondan sonra səhnəyə düşərdik. Ondan sonra. Məsələn, mən daxilən hazıram. Əgər özümdən asılı olmayaraq bir hərəkət əmələ gəlirsə, nə deyirsən? Deməli, hərəkət əmələ gəlib, düşdük səhnəyə. O rejissorsa, Yusuf Vəliyevin ilk oxunuşunda dedi, mənə bu bəsdir. Yasin müəllim, ümumiyyətlə, indi biz tək Yusuf müəllimin adını çəkdik, amma teatrda sizin çox yaxşı tərəf müqabilləriniz də olubdur. İstər qadın sənətkarlar, istər kişi sənətkarlar. Bax, mən istəyirəm biraz, yəni bu layihə həm də bizim teatrımızın arxivi üçün qorunub saxlanılacaqdır. Mən istəyirəm həm də bu xatirələriniz, fikirləriniz arxivdə yaşasın. Əvvəla, mən teatra gələndə, belə deyək ki, teatrın 47 yaşı vardı. İndi 97-yə keçmişim. Mənim də 27 yaşım vardı. Və burada çox möhtəşəm aktyorlar vardı. Yəni, mən onların adını kinolardan gördüyüm, oradan belə də tanıyırdım. İlk dəfə gəldim, gördüm onları. Məmməd Ağa Dadaşov teatrın təməl daşını qoyanlardan biri.
Ağdadaş Qurbanov, kimlər. Mən onunla səhnələrdə oynamışam. Ardası 60 neçə yaşı vardı, mənim 27 yaşım olanda. Sonra Məhfurə Yermakova vardı, eşitmiş olarsınız. Bəli. Şiriyə kimi Rus əsilli bir aktrisa idi. Onu bağışlamaq olarmı? Filmində Gürcü aktrisanı səsləndirən Məhfurə xanımındır. Mariya deyirlər. Onun da hardasa 73-74 yaşı vardı. Sonra Yusuf Vəliyev vardı. Firəngiz xanım vardı. Süleyman Ələsgərov vardı. Hüseyn Ağa Sadıqov vardı. Süsən Məcidova vardı. Xuraman Hacıyeva. Xuraman Hacıyeva. Mən gələndə 2 il idi teatrda idi. Artıq Gəncədən gəlmişdi. Hazır idi o. Məsələn, deyək ki, Komsomol poeması götürdülər. Mənim də cavan vaxtımda Cəlalı verdi. Ağaki Kazımov. Xuraman xanım oynadı Humayi. Svetlana Vahidova ilə. O hazır idi. Firdovsi Naibov hazır idi. Mən Zəfər Nemətovun vuruşunda baxmışdım. Dəfələrlə baxmışdım və vurulmuşdum Firdovsinin oyununa. Onlar oynayırlar. Əminə Yusuf qızı oynayırdı. Solmaz Qurbanov oynayırdı. Kimlər də Humayi. Amma mən gəldim, oynadım Xuramanla. Xuraman həmi səhnə görkəmi, həmi məlahəti, həmi daxili çılğınlığı peşəkar idi də, çox peşəkar idi. Bir tamaşa oynayırdıq, yadıma düşdü. Azər Mirzəyev bir aktrisa ilə oynayır. Hüseyn Sultanov dedi ki, Azər, inanmıram. Dedi, nəyə inanmırsan? Dedi, sevgi səhnənizə inana bilmirəm. Azər biraz sözdən zəngin idi. Söz üçün cibə girən adam deyildi. Dedi ki, Hüseyin müəllim, ver Xuramanı gör nə tər sevgi səhnə oynayacam səninlə. Xuraman gözəl idi. Səhnə məlahəti gözəl idi. Və mən buna həmişə demişəm, biraz da özünü Leyla Bədirbəyliyə oxşadırdı. Oxşadırdı. Və ona görə də qızın adını Leyla qoydu. Bir qızı var Leyla. Xuraman çox peşəkar idi. Çox gözəl idi. Bütün tamaşalarda. Sonra mən elə bir ki, Hacı Qəmbərdə oynadım. Mən Mahmud oynadım. O Yetəri oynayırdım. Gözəl idi. Səhnəmiz nə bilim bu qədər yaxşı. Kimdən deyim? Nə bilim Süsən xanım, bunlar çoxsu təhsil almamışdılar. Süsən xanımın 4 illik təhsili vardı. Amma səhnədə improvizasiya özündən, şirin Bakı ləhcəsi ilə bu danışanda adamın ağlı başından gedirdi, adamın anasını ağladırdı. Şirin bala bal yığır tamaşasında gətirirdi Süleyman Ələsgərovun qarşısına çay qoyurdu ana kimi. Sözü yox idi. Qaydanda arxa hərəkətləri nə eləyirdi? Əl gedirdi. Necə eləyirdi onu bilmirəm. Alqışlayırdılar. Alqış gedir, sürəyli alqışlar gedirdi. Elə bir alqış yox. Yerişinə. Bu deməli Allah vergisi idi də bunlarda. Yəni, təhsil ama 4-cü, özü deyir, 4-cü sınıf bitirmişəm. Bunlar hamısı elə. Ya Hüseyn Ağa Sadıqov. Bunlar hamısı. Hüseyn Ağa Sadıqov mesela sirkdə da işləyib. Sirkdə beli deyəsən sınmışdı, nə olmuş, sonra gəlib aktyorluğa. Xoruz Baba da məşhur Xoruz Baba, bəli, orada klon işləyib. Sirkdə. Sonra gördüm Moskva da çəkdi onu. Ələddinin Seyirli Çırağında vəzir oynayır. Özü də öz səsi ilə. Yasin müəllim, siz bir çox rejissor, təbii ki, bu yaşa qədər müxtəlif rejissorlarla işləmisiniz, fəaliyyətiniz olubdur. İndinin özündə də deməli siz fəaliyyət göstərirsiniz. Kod adı Vexa tamaşasında çox qəddar bir obrazınız var və yaxud da Danabaş kəndinin əhvalatları deməli Dəli Yığıncağı tamaşasında. Danabaş kəndində də ilk bəli. Azərbaycanındır, rəhmətli, yaxşı tamaşa. Bəli, Dəli Yığıncağı tamaşasında da siz varsınız. Mənim üçün
Doğrudan da belə maraqlıdır. Bax, yaşınızın bu çağında, ümumiyyətlə bu sualı yəqin ki, sizə verə bilərəm. Yasin Qarayevin rejissoru kimdir və yaxud da kim idi? Kim idi, kimdir? Bəli. Kimlər də olub? Təbii ki, İncəsənət İnstitutunda müəllimlərim olub. Yəni, onlar aktyorluq öyrətmirlər. O boyda Rıza Təhmasib yol göstərib olar bizə, yol. Gəlmişdi teatra, Hüseyin Ağa Sadıqov deyirdi ki, biz özümüzü öyürdük ki, institut bitirmişik. 4 il, 5 il oxumuşduq. O da 40 il işləyirdi. Deyirdi, 40 ili 4 ilə böləndə 10 dənə universitet eləyir. Mən 10 dənə universitet bitirmişəm. Düppədüz deyirmiş. O əlimizdən tutdu, bizə yeriməyi öyrətdi. Tamaşaçı ilə ünsiyyət öyrətdi. Öyrədirdilər həqiqətən də. Yox, elə baxırdıq, öyrənirdik də. Bu sənət o deyir ki, belə yemək deyir ki, versin, yedirsin sənə. Görürdük və onların bir baxışı vardı ki, yəni bax, öyrən. Mən, məsələn, teatra gələndə səhnənin zakulisdə qurumuş çörək qoyurdular belə. Niyəsini bilmirdim. İnstitutda bizə deməmişdilər. Sonra mən öyrəndim ki, Ağdadaş Qurbanov icad eləyib bunu. O çörəklər doğrayırdılar. Əlbəsər cəxində işləyənlər onları qurudurdular. Aktyor tamaşadan əvvəl, məşqdən əvvəl o quru çörəkdən alır, xart yeyir, çənəsini möhkəmlətmək üçün. O belə. Və biz də eləyirdik. Bizə dedilər ki, Ağdadaşdan qalmadı bu. Hani bu irslər itir. Görürsünüz, adi bir şeydir. Detaldır, bəli. Adi bir detaldır. Amma belə öyrədirdilər də. Gəlib Ağdadaş, mən hiç görmədim. Mən gələndə Ağdadaş getmişdi. Mən gələndə Əlağa da getmişdi. Lütfü Məmmədbəyov da getmişdi. Əminə Yusuf qızı da getmişdi. Hamısı getmişdilər. Yəni onlardan sonra biz gəldik. Bayaq Danabaş kəndinin əhvalatlarından siz dediniz, tamaşa. Ümumiyyətlə, Yasin Qarayev Danabaş kəndinin əhvalatlarını necə xatırlayır? Çox gözəl, maraqlı tamaşa idi. Əvvəla, mən deyərdim ki, Azərpaşa Nemətovun ən parlaq işi idi o, ən parlaq. Gəlib, məsələn, sənət adamları gəlib baxırdılar. Çoxsu deyir. Məsələn, kinostudiyadan Oktay Mirkasımov, dəqiq yadımdadır onun sözü, dedi, Fransız komediya var burada, gülüş. Fransız gülüşü, İtalyanski komediyalar var. Dedi, Fransız elə hazırlanmışdı. Və improvizə deyilən şey o qədər çox idi orada, o qədər çox idi. Məsələn, bir dəfə gəldi, orada məktəb səhnəsi var. Uçitel dərs deyir, atın şəkili var. Burada qışqırdı üstümüzü, durun cəhənnəm olun, belə şeylər var idi rəhmətlikdə. Təbii ki, işin xatirinə eləyirdi onu. Durun cəhənnəm olun, 2 gün vaxt verirəm, gedin hazırlaşın. 2 gün qalxırdıq, bir yuxarıda məşq zalı vardı, məşq zalında otururduq. Cəfər Nami Kamal, mən, Əlsəflər vardı, uşaqlar, hamımız otururduq. Nazım İbrahimov, müxtəlif şeylər var da, mizanlar var, eləyirdik. Hamısını özümüz tapdıq. Mən orada tapdım ki, deməli, uçitel kışkırı sakit, hamı sakit olur. Biz elədik ki, güya bir dənə milçək uçur. Hamı bir səslə ağız tərpənmir, amma milçəyin səsi. Mən gözümlə axtarırdım, şap tuturdum, hamı sakit, dayanırdı. Qanadından tuturdum, gənə hamısı tanaliz tuturdular, tanaliz. Məni ilə Əlisəfdər səsimiz olduğuna görə Simay Şəms oxuyurduk. Başlayırdım mən, Simay Şəmsin yuxarı zildi deyə, Əlisəfdərdə zil səsiydi. Zil yerini o götürürdü. Biz oxuyurduq. Bir alqışla gedirdi, gətirdik, göstərdim onu Azərpaşa billəri. Gizləyirsiniz, bu nədir hələ? Onun belə şeyləri vardı. Dedim ki, Azər müəllim, biz deyirik ki,
Bu biz yani bu Danabaş kəndinin məktəbi, Danabaş kəndinin uşaqları, yani bunların da arasında istedadlar var. Ağılına batdı. Saxlayın onu. Saxlayın onu. Məsələn, orada uçutil deyir ki, götürək bunu. Uşaqlar tez götürürlər onu. Belə. Belə qolundan qaldırdı. Adı onu yox buraxırdıq. Part der. O belə hamısını özümüz elədik. O səhnə elə gözəl gedirdi ki, belə xatırımda qalır. Müəllim, sizcə elə Danabaş kəndindən söz düşmüşkən, sizcə Mirzə Cəlilə görə Danabaş, ümumiyyətlə kəndin Danabaşları kimləri idi? O kənddə mən olmuşam. Zəroş Həmzəyev o kənddəndir. Orada böyük şəxsiyyətlər olubdu. İndi Allah rəhmət eləsin, Cəlil o kənddə sevmirlər, mən biləsin. Doğrudan. Sevmirlər, hə. Amma Cəlil böyükdür, böyükdür. Görsən ki, fərqini dedim, orada Zəroş kimi böyük xalq artisti. Yəni, başqa sahənin adamları da var ki, o kənddən yetişiblər. Adlıq kimi, yəni, Danabaş kəndinin, o kəndin adını bu, mənə belə gəlir. Ümumi Danabaşlıq, ümumi ölkədə belə mən xəyal edirəm, yəni, o cürə götürüb. O böyük yazısı elə bir kəndlə məhdudlaşmaz onun kimi. Yasin müəllim, heç unutmadığınız obrazınız, bizim bir ənənəvi sualımızdır bu. Obrazınız mı deyim, tamaşanız mı olubmu ki, bugün də belə, necə deyim, həm təəssüf hissi ki, indi ifa edə bilmirsiniz, həm xoş xatırlayırsınız o obrazı, o tamaşanı. İlk rolum mənim Tamakar tamaşasında Qulu oldu. Hüseyin Ağa Sadıqov, Hacı Muradı oynayırdı, mən Qulunu oynayırdım. Fiziki imkanlarım çoxudur, həddindən artıq. İlk çəkdirdi, özü qoymuşdu tamaşaya. Televiziyada getdi. Mən belə hesab edirəm ki, mənim yaradıcılığımın Yasin Qarayev kimi aktyor yoluma işıq saçan, mayak olan o tamaşa olub əsas. Yəni, ondan sonra çox tamaşalar oynamışam. Yasin müəllim, indi maşallah kifayət qədər yaşınız var, gəlirsiniz, tamaşalarda da oynayırsınız. Biz əslində sizə baxanda doğrudan da fərəhlənirik. Yəni, bizim böyük sənətkarımızsınız. Amma mənə həmişə bu sual maraqlandırır ki, ahıl yaşda aktyor özünü necə hiss edir? Yəni, qocaman yaşda. Biri var cavanlıq, biri var ahıl dövr. Biraz təəssüf hissi çox olur, təəssüf hissi. Çünki aktyor dayandı, əgər işləmədisə, elə həyatla vidalaşmaq kimi bir şeydir. Mən elə düşünürəm. Mən məsələn, belə fiziki cəhətdən hər gün çıxıb səhnədə oynamasam da, hər gün kitab əlimdədir, oxuduqlarım, rollar, özüm üçün mülahizə edirəm belə, xarakterlər. Yəni, mənə belə gəlir ki, mən işləyirəm. Allah o gündən saxlasın ki, bunları Allah adamın əlindən alsın. Bax, elə onda siz dediyiniz kim olur. Onda belə deyək də, belə bir sual da verim. Təəssüflə yoxsa inamla gələcəyə? İnam. Çox şey, indi bugünkü gündə bu teatrlar haqqında, nə bilim, yazılar gedir. Mən də oxuyuram. Biraz təəssüf hissi keçirir. Amma ola bilməz. İnam var. İnam bir də zaman. Zaman öz sözünü deyir və inamı yetirir. Vaxt lazımdır. Demirəm 1 il, 2 il, 3 il. Sənətkar da bir neçə ilə zaman o çərçivəsində yetişir. O yetişəcək və o dediyimiz inam olacaq. Yasin müəllim, verilişimizin adı etirafdır və adına uyğun olaraq biz belə bir sonluq fikirləşmişik ki, indi mən mikrofonu çıxarıb gedəcəm, studiyanı tərk eləyəcəm. Siz və kamera həyatınızla bağlı, sənətlə bağlı hansısa bir etiraf etməlisiniz. Ağlıma gələn danışım. Yəni, sizi mən belə deyək də kamera ilə baş-başa buraxıram. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, siz də sağ olun. Mən də təşəkkür edirəm. Dəvət eləmişsiniz, yada salmışsınız, qiymətləndirmişsiniz. Çox sağ olun. Sağ olun. Etiraf eləyəcəyim o qədər şeylər var ki. Anam deyirdi ki, müəllim ol.
ve onun arzusunu yerine getirmek için, onu sevindirmek için, müəllim olmaq üçün Xarici Dillər İnstitutuna, Müəllimlər İnstitutuna imtahan verdim, qəbul oldum, 3 il oxudum. Lakin fikrimi dəyişdim, gəldim İncəsənət İnstitutuna daxil oldum. Hətta hardasa aradan illər ötmüşdü, 4 il, 5 il ötmüşdü. Anam gəlmişdi Bakıya məni yoluxmaq üçün. Soruşdu, bala, bu institutu nə vaxt bitirəcəksən? Dedim, yaxınlarda. O bilmirdi ki, mən institutu dəyişmişəm. Ad günüm idi, rəhmətlik Baba Mahmudoğlu Mirzəyev, Rusi Məmmədov, kurs yoldaşlarım bizə gəlmişdi. Səhər də onların filarmoniyada konserti idi. Bizi, hamımızı konsertə dəvət elədilər. Deyəsən onda anam başa düşdü ki, mən peşəmi dəyişmişəm. Və bunu indi qəmginliklə etiraf edirəm.